Neft Universitetində törədilmiş qətliam 2009-cu ilin 30 aprel səhərində Gürcüstan vətəndaşı olan Fərda Qədirov universitet binasına daxil olur. O ilk növbədə mühafizəçini və təmizlik işçisini öldürür. Sonra isə 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər qalxaraq qabağına çıxan hamının baş nahiyəsindən vurur. Bir tələbə onu dayandırmaq üçün üstünə hücum etsə də onu da öldürür. Ümumilikdə 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Bina polislər tərəfindən mühasirəyə alınıb. Xüsusi təyinatlı polislər gəldiyini gördükdən sonra isə silahla özünü öldürür. Amma bu hadisədə qaranlıq bir məqam var. Bəzi şahidlər binada 2 nəfər terrorçu olduğunu demişdilər. Amma terrorçulardan sadəcə biri ölü olaraq tapılıb və Fərda Qədirov hərbçi deyildi. Yəni bu qədər insanı belə səlis atışlarla öldürə bilməzdi. Hətta Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov deyir ki, təcrübəsiz hücumçunun Makarov PM tapancası ilə bu qədər insanı öldürməsi və yaralaması mümkün deyil. İkinci terrorist əgər varsa, o universitet binasından qaçmağı bacarıb.